İran ilk dəfə İsrail torpaqlarına Sacil ballistik raketi atıb. İran istehsalı olan bu silahın qiyməti 10 milyon dollardır. O, maye yanacaqla işləyən Şahab ballistik raketlərinin əvəzedicisi kimi bilinir. Kompozit bərk yanacaqla çalışan Sacil, Şahab 3 orta mənzilli ballistik raketindən fərqli olaraq dəyişən bucaq altında buraxıla bilər. Hündürlüyü 25 metr olan bu raketin adı farscadan yetişən çiçək mənasını verir ki, bu da raketin səmada buraxdığı izlərlə bağlıdır. İran hərbi ekspertlərinin fikrincə bu raket İsrailin hücum etməyə çalışdığı nüvə məntəqəsi ilə Təl-Əviv arasındakı məsafəni 7 dəqiqə ərzində qət edə bilir. 2000 kilometr uçuş məsafəsinə malikdir. O, məsafə qət etməsindəki sürətinə görə İran və dünyanın ən sürətli raketlərindən biri sayılır. Səhab bildirir ki, yer-yer tipli bu raket 2 mərhələli struktura malikdir. Onun ilk sınaq prosesi 2008-ci ildə həyata keçirilib.